Elhamdülillah Ramazan ayı da gəldi çatdı. Bu elə bir aydır ki, qardaşlar, bu ayda cənnətin qapıları taybatay açılır. Cəhənnəmin qapıları isə bağlanır. Şeytanlar da zəncirə vurulur. Səudiyyə Ərəbistanda artıq ayın görünməsi elan olundu. Yəni ayın 18-i Ramazan ayının ilk günüdür. Fərqli ölkələrdə isə ayın 19-u elan edildi. Və bu qardaşlar qətiyyən müsəlmanlar arasında mübahisəyə səbəb olmamalıdır. Bir gün tez oruç tutanlar bir gün gec oruç tutanlara və yaxud da bir gün gec oruç tutanlar bir gün tez oruç tutanlara tərs-tərs baxmamalıdır. Səhabələrin dövründə də belə anlaşılmazlıqlar olub qardaşlar. Hansısa bölgədə ayı tez görüb tez tutublar. Başqaları isə gec görüb gec tutublar. Əlimizdə olmayan səbəblərdən dolayı bir-birimizə düşmənçilik bəsləməyək qardaşlar. Zaten ümmət olaraq bundan daha böyük problemlərin içindəyik. Ramazan ayı rəhmət, bağışlanma ayıdır. Bir-birinizi sevin, mübahisə etməyin qardaşlar. Ramazanın qədrini bilin və vaxtınızı sizə fayda verməyəcək mövzularla israf etməyin. Rəbbim sizdən də bizdən də xeyir əməlləri qəbul etsin. Allahumma amin. Cəzakallahu xayran. Barakallahu fikum. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.